Sərxan bəy, bəs kitab oxumayan gənclərdə hansı sosial bacarıqlar əksik olur? Ümumiyyətlə, şəxsiyyətin boşluğuna gətirib çıxarırmı kitab oxumamaq və bu boşluq nələrdən ibarətdir? Deməli, ümumiyyətlə, kitab oxumaq məsələsi, xüsusən əgər gənclərdən danışırıqsa, mən düşünürəm ki, burada böyük bir boşluq adətən bizim gözümüzdən qaçan ilk 3 yaşda, ilk 4 yaşda olur. Yəni, təməldə o boşluq olanda sonradan onu doldurmaq biraz çətinləşir. Ümumiyyətlə, insan beyninin 80-85% ilk 3 yaşda tamamlanır inkişafı. Yəni, ailə, valideyn, biz böyüklər evdə uşaqla düzgün ünsiyyət qurmuşuqsa, evin bir küncündə kitab güşəsi varsa, uşaq əlini atanda oyuncaqlarla, mebellə, qab-qacıqla yanaşı, həm də arada kitaba da əli dəyirsə, bu uşaq da kitaba sevgi avtomatik formalaşacaq. Və eyni zamanda, əgər bu uşaq kitab oxumursa, təbii ki, burada ümidsizlik, yəni biz 3 yaşı keçib artıq biz bu uşağı kitab oxuyub, belə deyil də, yəni. Davamlı biz ona nələrsə eləməliyik. Bunlar nə ola bilər? Məsəl üçün, biz ad günlərində, bayramlarda ona kitab hədiyyə edə bilərik, ona bir yarış həvəsləndirici nələrsə eləyə bilərik. Kitab oxumayan uşaqlarda hansı əksikliklər olur? Baxın, ilk ona önəmli əksiklik oxuyub anlama bacarığında problem yaranır. Uşaq sonra testləri işləyə bilməyəcək. Xarici dil əlavə ikinci dil öyrənmək istəyəndə çətinlik çəkəcək. Səbirsiz olacaq. Fikrini tam ifadə edə bilməyəcək. Empatiya hissindən, empatiya əksikliyindən əziyyət çəkəcək. Yəni, bunu yüzlərlə belə məqam və fakt sadalamaq olar deyə düşünürəm.